xeyli çox müdrik çıxışlar değişdik, çox maraqlı çıxışlar değişdik. Şəxsən mən çox təcrübələndirən bəyanatlar, açıqlamalar da oldu. İnşallah imkanlarında bu arada ətraflı geniş danışarıq. Yəni, qısaca onu deyim ki, Cəmil müəllimin dediyi fikirlərlə, onun yanaşmaları ilə, təkliflərlə tam razıyam, qatılıram və ümid edirəm ki, onlar həyata keçəcək. Və fürsətdən istifadə edib Cəmil bəy Milli Şura səhvinin seçilməsi münasibətindən təbrik edirəm. Ona fəaliyyətli uğurlar arzulayıram. Xətti sədr məsələsi ilə bağlı. Yəni, mən hiss edirəm ki, burada əksəriyyət hansı əhval-ruhiyyədədir və qəribə bir məhəbbət və minnətdarlıq seri bürüyübdür Milli Şuranı. Belə düşünmək olar ki, Azərbaycanda və Milli Şuranın tərkibində təşəkkür ediləsi, hörmət saxlanılması, yeganə şəxsiyyət elə Rüstəm İbrahim Beyovdur. Başqa insanların xidmətləri, fəaliyyəti, fədakarlıqları, qiymətləndirilməsə də olar. Onlar adicə Milli Şura üzvləridir. Bunun üzərinə getmirəm. Mən tam məsuliyyətlə deyirəm, hər halda mənə elə gəlir ki, burada Milli Şura üzvləri arasında, bu zaldakı insanların arasında uzaqbaşı 5-10 nəfər ola bilər ki, onlar desinlər ki, Rüstəm İbrahim Beyov məndən daha yaşlanır. Rüstəm İbrahim Beyovun əsərlərini məndən daha çox oxuyublar. Onu bir ziyalı kimi, bir intellektual kimi məndən daha çox qiymətləndirir. 10 nəfər olsa böyük şeydir. Mən üzr istəyirəm bu iddialı fikrə görə. Çünki mən uşaqlıq yaşlarımda bu adamı izləyirəm, oxuyuram. Onu Azərbaycanın ən böyük intellektuallarından biri kimi, mən yaradıcı insanlarından biri kimi sevirəm, hörmət edirəm. Və bu hörmət hər zaman olubdur. Hətta o Heydər Əliyev tərəfində olanda da olubdur. İlham Əliyev müdafiə edəndə də olubdur. Bundan sonra da bizim siyasi münasibətlərimizin necə olmağının asılı olmayaraq mənim Rüstəm müəllimə hörmətim davam edəcək. Amma mən uzatmamaq üçün qısaca deyirəm. Başqa bir dövlətin vətəndaşından sədr olduğu, həmsədr olduğu, fərqli sədr olduğu Milli Şuranın üzvü olmaq Müsavat Partisi üçün məqbul deyil. Mən heç bir şəkildə Milli Şura üzvlərinin hörmətli üzvləri fikrinə qarşı edilmərəm, hər kəs sərbəstdir. Sadəcə olaraq, əgər əksəriyyət həmin o fərqli sədriyə səs verəcəksə, onda biz Müsavat Partisində dostlarımızla birlikdə vəziyyəti bir daha ciddi yenidən qiymətləndirmə olacaq. Teşekkür ederim.